Deməli, qardaşlar, İmam Zəhəbinin Rahiməhullah Böyük Günahlar kitabını oxumağa davam edirik. Keçən dərsimizdə götürmüşdük valideynin üzünə ağ olmaq. Bugünkü böyük günah da 7-ci böyük günah. Şeyx burada gətirir ki, faiz yemək və yaxud da riba deyə bilirik və yaxud da sələm deyə bilirik. İndi sələm deyək ki, yəni hamı başa düşsün. Yəni sələmçilik, belə deyək. Faiz yemək və yaxud da sələm yemək. Sələm yemək və yaxud da sələmçilik günümüzün yayılmış böyük bəlalarındandır. Yəni insanların bir çoxu, bəlkə də əksəriyyəti, yəni bu bəlaya mübtəla olublar. Sələm və yaxud da faiz, yəni böyük günahlardandır. Hətta elm əhli bunu zinadan daha böyük günah olaraq gətirir. Allah Subhanahu Quran-ı Kərimdə deyir ki: "Ya eyyuhellezine amenu ittaqullaha ve zaru ma baqiya minər-riba in kuntum mu'minin." Deyir ki, ey iman gətirənlər, əgər möminsinizsə, sələmdən uzaq durun. Yəni, əgər möminsinizsə, sələmdən uzaq durun. Yəni, müminin sifətlərindəndir ki, yəni sələmdən uzaq dursun. Yox, əgər bunu etməsəniz, ayənin davamında Allah Subhanahu deyir ki, əgər bunu etməsəniz, Allah və onun elçisinə qarşı hərb elan etmiş olursunuz. Yəni, sələm yemək, sələmdə olmaq, faizdə olmaq, Allah və onun rəsuluna qarşı hərb elan eləmiş kimidir. Necə ki, Abdullah ibn Abbas radiyallahu anhumadan gələn əsərdə deyir ki, qiyamət günü faiz yeyən insana silah verilib deyəcək ki, savaş Allah və onun elçisindən. Yəni, subhanallah, həqiqətən də Allah qatında böyük günahlardandır sələm yemək. Sələm haqqında Allah subhanallah Bəqara surəsində nə deyir? Deyir ki, "Əl-ləzīnə yəkulunər ribə." O kəslər ki, deyir, sələm yeyirlər. Sələm yemək deyəndə təkcə yəni faizlə nəsə alıb yeməkdən söhbət getmir. Yəni, o faiz pulu qazanmaq və yaxud da faiz vermək, bunlar hamısı bura aiddir. Ola bilsin, faizlə maşın alırsan, ev alırsan, telefon alırsan, nə alırsan, fərqi yoxdur. Və yaxud da faizə pul verirsən, və yaxud da faizə pul götürürsən, faizə müamilə eləyirsən, və yaxud da faizə şahidlik eləyirsən, yazırsan, pozursan, o yerdə işləyirsən. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, faizi alana da, verənə də, ona şahidlik edənlərə də Allah lənət etmişdir. Yəni, bütün o müamilədə iştirak edənlərin hamısına yəni lənət gəlib. Allah Subhanahu Quran-ı Kərimdə deyir ki, sələm yeyənlər qəbirlərindən şeytan toxunub dəli olmuş kimsə kimi qalxacaqlar qiyamət günü. Yəni, sələmdə olan bir kimsənin halı, qiyamət günü ona şeytan toxunub dəli adam necə olur? Yəni, qiyamət günü qəbirdən o cür qalxacaq. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, deyir, 7 həlak edici günahdan çəkinin. Və onlardan birini də sələmi deyir, riba. Yəni, o 7 həlak edici günah, yəni şirkdir, sehirdir, döyüş meydanından qaçmaqdır və s. Onlardan biri də, subhanallah, o qəbilədən, yəni olan günahlardan biri də faiz yeməkdir, sələm yeməkdir. Və başqa bir hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, faizin haram olmasını bilib, onu yeyən, yedizdirən, onu yazan şəxs qiyamət günü Muhammedin sallallahu aleyhi və səlləm dili ilə lənətlənmişdir. Yəni, hətta burada iştirak belə eləmək olmaz da, yəni günaha şərik olursan. Allah Subhanahu Quran-ı Kərimdə deyir ki, yaxşı və xeyir işlərdə bir-birinizə yardım edin, düşmənçilik və günah işlərdə isə bir-birinizə yardım eləməyin. Yəni, faiz də günahların ən başda gələnlərindəndir. Yəni, faizin fəsadları çoxdur. Bərəkətin getməsi, həmçinin xeyrin olmaması, insanların arasında ədavət yaranması, məsələn, cəmiyyətdə baxırsan ki, faiz nədir? İnsanların pulunun batilcəsinə yeyilməsidir. Həmçinin qiymət artımına da səbəb olur faiz. Yəni, bir yerdə faiz varsa, o yerdə bahatçılıq çoxalır. Məsələn, elə götürək bizim vaxtımızdan. Bu dəqiqə faizə ev almaq, yəni su kimidir. Gedirsən banka, şəxsiyyət vəsiqəsini qoyursan, ev alırsan. Evlərin qiyməti avtomatik qalxır. Çünki nəqd olaraq heç kim, yəni insanların çoxsa pulu verib ala bilmir. Məsələn, evin qiyməti 200-250 mindirsə, kimsə onu nəqd verib ala bilmir. Ancaq heç kim də faizlə müamilə eləməsə, avtomatik qiymətlər aşağı düşər və hər kəsə də rahat olar almaq. Amma faiz var deyə artıq qiymətlər də qalxır. Çünki ayda məsələn 800 min manat, 1500 manat nədirsə ödəyirsən, ancaq ki, normal bir müddət ərzində ödəyirsən də 20 il, 25 il
200 minlik ev sənə olur, məsələn, 400 min, 450 min. Yəni, bu tərəfdən pul batilcəsinə yeyilir. Həmçində digər insanlara da məşəqqət yaradır ki, məsələn, hər şeyin qiyməti qalxır. Yəni, faiz həqiqətində bir bəladır insanların üzərində. Həmçində insanlara zülmdür. İnsanların malının batilcəsinə yeyilməsidir. Sonra da faiz alan da, verən də, yəni bir-birini lənətləyir sonunda. Məsələn, faizə pul götürür, sonra onu qaytara bilmir. Bank olsun və yaxud da başqa bir yer olsun, faizə verən ya maşının əlindən alır, ya evin əlindən alır, ya nəsə qiymətli bir şeyin əlindən alır, ya hansısa problemə salır onu, başlayır bu onu lənətləməyə, o bunu lənətləməyə. Subhanallah, yəni bunun fəsadı, stresi də qurtarmır. Çünki bu elə bir şeydir ki, bu Allah və Rəsulunun lənətlədiyi bir əməldir. Yəni bunun sonunda xeyir ola bilməz. Yəni bunun sonunda xeyir yoxdur. Hərdən görürsən, bəzi insanlar deyir ki, yəni çox adamlar var, haramdan qazanır, amma görürsən, yaxşı, bu elə deyil. Hər kəsin bir problemi var ki, biz onu bilmirik. Və hər kəs də elədiyinin bədəlini ödəyir. İstər bu dünyada, istər o bir, amma bu dünyada da ödəyir. Hər kəs. Yəni oğurlayır, onun bədəlini başqa yolla ödəyir. Faizdədir, onun bədəlini başqa, ya pulla ödəyir, ya xəstəliklə ödəyir, ya nə bilim yaşadığı problemlərlə, həyat tərzindən ödəyir, amma o şeylər ödənir. Yəni əl-cəzəu min cinsil əməl deyirik də, yəni cəza əməlin növündəndir. Hər kəs elədiyinin qarşılığını tapır. Yəni Allah Subhanahu taala ədalətlidir, rəhimlidir və həm də ədalətlidir. Faizin də cəmiyyət üzərində, insanlar üzərində fəsadları çoxdur və əsərləri də çoxdur. O əsərlərdən ən birincisi götürsək, faiz haramdır, böyük günahlardandır. Yəni Allah və Rəsuluna müxalif olmaqdır. Ümumən götürsək, bir günah kimi, faizi bir böyük günah kimi götürsək, Allah Subhanahu taala Quran-ı Kərimdə nə deyir? Deyir ki, o kəslər ki, Peyğəmbərin sallallahu aleyhi və səlləm verdiyi əmrə müxalif olurlar. Qoy onlar qorxsunlar ki, Allah onları fitnəyə düşməklə və əzaba salmaqla imtihan eləyər. Yəni, o kəslər ki, Peyğəmbərin əmrinə müxalif olurlar, qoy onlar qorxsunlar ki, Allah onları fitnəyə düşməklə imtihan eləyər. Fitnə nə deməkdir bu ayədə? Fitnə şirk deməkdir. Yəni, Subhanallah, Peyğəmbər sallallahu aleyhi və səlləmin əmrinə müxalif olmaq səbəbdir ki, insan şirklə, Allah qorusun, şirkə düşməklə imtihan oluna bilər. Və yaxud da əzaba düşməklə imtihan oluna bilər. Və başqa bir ayədə Allah Subhanahu taala deyir ki, kim Allaha və onun elçisinə asi olarsa, onun qalacağı yer cəhənnəm olar. Həmçinin faiz ayəsində Allah Subhanahu taala deyir ki, o kəslər ki, faiz yeyirlər, onlar qiyamət günü şeytan toxunmuş dəli kimi qəbirdən qalxarlar. Ayənin sonunda nə deyir? Deyir ki, kim deyir faizə qayıdarsa, çünki deyir onlar deyərdilər ki, faiz də alış-veriş kimidir. Halbuki alış-verişi, ticarəti Allah halal etmişdir, faizi haram etmişdir. Kim də faizə geri qayıdarsa, onun qalacağı yer əbədi cəhənnəmdir. Yəni, düz təfsilət var ki, əgər halal görürsə, yəni küfr eləmiş olur, qalacağı yer əbədi cəhənnəm olur, amma halal görmürsə, yenə də əbədi də olmasa, amma faizin də cəhənnəmdə və yaxud da qəbirdə əzabını hamımız bilirik. Yəni, hər bir halda bir ayədə gəlirsə ki, xalidinə fiyhə, yəni onlar orada qalacaqlar, bu heç də qısa müddət qalacaqlar deyil. Bu ya əbədidir, ya da illərləndir. Yəni, Allah qorusun. Ondan sonra, həmçinin Subhanallah, faiz yemək də haram yeməyə girir ki, yəni duaların qəbul olmasına bir maniyədir. Necə ki, Səad radiyallahu anh, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ya Rasulullah, dua elə Allah subhanallah məni duaları qəbul olan kimsələrdən eləsin. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, yeməyini halaldan elə və duaların qəbul olan kimsələrdən olarsan. Və başqa hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem məşhur hədisdə deyir ki, kişi deyir, əllərini qaldırır, toz torpaq içindədir, ya Rab deyir, ancaq deyir, onun yeməyi də haramdır, içməyi də haramdır və bütün harama bürünmüşdür. Allah onun duasını necə qəbul eləsin? Yəni, bu haram yemək də səbəblərdən, yəni faiz yemək də səbəblərdəndir ki, və yaxud da faizdə olmaq da səbəblərdəndir ki, insanın duası qəbul olmasın. Həmçinin Allah subhanallah deyir, yəmhaqullahu ribə, deyir, Allah faizi puç edər. Yəni, faizdə xeyir, bərəkət yoxdur. Allah subhanallah onu puç edir. Həmçinin qəlb sərtləşməsinin səbəblərindəndir, böyük günahlardandır. Həmçinin faiz, yəni xeyirlərdən məhrum olma səbəbidir. Necə ki, Allah Subhanahu Quran-ı Kərimdə Yahudiləri
zikr eləyərkən nə deyir? Deyir ki, yəhudilər deyir, etdikləri zülmdən dolayı, faiz yediklərindən dolayı və insanların haqlarını yediklərindən dolayı biz onlara deyir, yaxşı şeyləri haram etdik. Yəni, subhanallah, faiz yediklərindən dolayı Allah subhanallah onlara halal olan şeyləri və yaxud da yaxşı olan şeyləri onlara haram eləmişdi. Həmçinin faizdə olan, məsələn, özünü borc vermək xeyrindən də məhrum eləyir. Məsələn, biz bilirik ki, borc vermək, Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Deyir ki, verdiyin borcun yarısı sənin üçün sədəqədir. Yəni, kiməsə, məsələn, 1000 manat borc verdinsə, o borc sənə qaytaracaq, o heç. Məsələn, verdiyin bir aylıq 1000 manat borc, 1000 manat sənə qaytardı. Ancaq şu 1000 manatın 500 manatı sənə sədəqə olaraq yazılır. Sən verməmsən o sədəqəni, amma ki, sanki 500 manat sədəqə vermiş kimi savab qazanırsan, borca görə. Yəni, borcun yarısı sədəqə. Faiz verən bir insan o borcu vermir axı. Deyir ki, mən zaten faiz verib qazanıram. Yəni, boş-boşuna niyə buna borc verim ki? Yəni, özünü bu xeyirdən də məhrum eləmiş olur. Ondan sonra faiz verənin qəbirdə əzabı barədə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, hədis uzun hədisdir, amma o yerini götürək ki, deyir, yuxuda Peyğəmbər sallallahu aleyhi ve sellem, Peyğəmbərlərin yuxusu da vəhiy sayılır. Vəhiy idi daha doğrusu. Deyir, 2 dənə mələk gəldi və məni apardılar, bir neçə şəxsləri görür, qəbirdə necə əzab çəkdiklərini. Sonra deyir, bir gölün ətrafına gəldim, qan gölü idi. Yəni, bir kişi də o qan gölünün içində üzürdü. Hər dəfə sahilə çıxmaq istəyəndə sahilə yaxın gəlirdi, ağzını açırdı. Onun ağzına sahildə duran başqa birisi daş atırdı belə, təzdən qaydırdı qan gölünün içinə. Və sonra Peyğəmbər sallallahu aleyhi ve sellem soruşanda ki, bu kimdir? Deyirlər ki, bu da faiz yiyən bir kimsədir. Bu da faizin yəni, cəzalarındandır ki, qəbirdə verilir. Hətta və yaxud da cəhənnəm cəzası da, yəni bilirik ki, lap dəhşətlidir. Yəni, cəhənnəm əzabıyla dünya əzabı və yaxud da qəbirdə olan əzab da müqayisə olunmur. Və Allah subhanət bizi faizdən və bütün haramlardan qorusun. Allah subhanət bizi eşidib faydalanlardan eləsin. Və sallallahu alə nəbiyyinə Muhammed.